Türkiyənin güneyinə salamlar var. Mən Bakı, Təbriz, Ankara kampaniyasına qoşuluram və bütün Azərbaycanlı soydaşlarımı da bu kampaniyaya qoşulmağa dəvət edirəm. Bütün dünya bilir ki, güneyli Azərbaycanlılar uzun illərdir Farsın zülmü altındadır. Hətta onlar öz dillərindən istifadə edə bilmirlər. Və son olan hadisələrdən sonra güneyli soydaşlarımızın bizim mənəvi dəstəyimizə çox ehtiyacı var. Mən hər zaman güneyli soydaşlarımızı təqdir etmişəm ki, onlar öz dillərini hər zaman qoruyub saxlamağa çalışıblar. O zülmün altında olmalarına baxmayaraq, hər zaman öz milliyyətlərini qoruyub saxlamağa çalışıblar və həmişə də Şimali Azərbaycanı, yəni bizə öz doğmalıqlarını, istiliklərini, sevgilərini hiss elətdiriblər. Və mən bugün güneyli soydaşlarımıza demək istəyirəm ki, sevginiz qarşılıqlıdır. Biz şimalda, yəni quzeydə olan Azərbaycanlılar da güneyliləri çox sevirik. İnanırıq ki, bir gün inşallah quzey güney yox, bütöv Azərbaycan olacaq, vaxtı ikən olduğu kimi. Və nə hiss etdiyinizi, nələr yaşadığınızı illər boyu hər zaman düşünməyə, təsəvvür etməyə çalışmışam. Bu şəraitdə, bu vəziyyətdə sizin öz milli kimliyinizi qoruyub saxlamağa çalışmağınız həqiqətən də çox böyük bir əzmdir. Özünüzü heç vaxt yalnız hiss etməyin, çünki qəlbimiz hər zaman sizinlədir. Sizlər də güneyli soydaşlarımıza dəstək olmaq üçün Bakı, Təbriz, Ankara kampaniyasına qoşula bilərsiniz. Videolar çəkərək bu şəkildə dəstək videolarınızı paylaşa bilərsiniz. Əgər bunları edə bilmirsinizsə, sadəcə olaraq bu videoları paylaşmaqla və yaxud da rəy yazmaqla öz sevginizi soydaşlarınıza bildirməklə dəstək ola bilərsiniz.